Yavaş-yavaş xavariclərə qucaq açıb onlarla qardaş olmaq istəyirik, hə? Bu forumda. Subhanallah. Öz başına da onlar. Belə məqalələri bura qoymayın, qardaşlar. Mən bilən din nəsihətdir qrupu, sələflərin qrupudur. Birinci, onlar böyük qələt ediblər, başlarından böyük qələt ediblər. Qrupirovka hazırlayıb, dəstə şəklində yola düşüblər. Dövlətin içində dövlətçilik eləyirlər. Dünənə kimi, Cavanşir kimi qardaşlara salam verməyən, salamla almayan, arxasında namaz qılmayan, murciə deyən xəbislər günə İslam qeyrətinə gəliblər. Çox ixlaslı görsənirlər onlar. Subhanallah. Həmin murciədir da, namaz qılmırsınız, arxasında salam vermirsiniz, murciə deyirsiniz, indi qeyrətə gəlmişsiniz. Siz xəbislər buranı İraqı bir də Suriyə döndərmək istəyirsiniz. Öz xəbis çevrilişini yerinə yetirməkdən ötürü bir zivil axtarırsınız. Siz də uymayın onlar, qardaşlar. Mən bilən din nəsihətdir formu, qrupu sələflərində. Buna məqalələr buraya yerləşdirirsiniz. Zaten bu xavariclərdən, bu xarablardan, bu xəbislərdən heç bir zaman xeyir bizə gəlməyib. Ancaq dəvətə ziyan, ölkədə müsəlmanların vəziyyətini ağırlaşdırmaqdan başqa bir şey bilməyiblər. Siz də ki, avamlar kimi onlara dəstək olursunuz. Hüquqi yolla bu şey yollar qoyulacaq inşallah və zəfəri inşallah məzlumun tərəfində olacaq. Heç kim müdaxilə eləməsin və belə sapıq, axmaq məqalələri bura qoymayın. Ayıb olsun sizə. Sələf məqaləsidir bu. Təsəvvür edin, qardaşlar, buradan Rafizlərin lideri olan Mir Cəfər ağa danışır. Siz xalqı müşrik görürsünüz, kafir görürsünüz, siz sələflər, xavariclər eyni şeysiz. Elə isə ispat eləyin, biz sizi müsəlman görüb, belə söhbətlər eləyir. Buradan da bunlar bu hərəkətləri ilə o Mir Xiyar, Mir Cəfərdir, o nə zibildir o Rafizini ispat eləmiş olurlar, sanki o haqq demiş olur. Təsəvvürə gəlib yerli xalqı qorxu içinə salıblar. Hədəliblər, ey müşriklər, xalqa müraciət ediblər, ey müşriklər, ey kafirlər zat, təsəvvürlə. Yəni bunlar öz başınaçılığı ilə, yəni bu kütbeyinlər var, bu xavariclər, kütbeyinlər, öz başınaçılar, böyük kiçik qanmayanlar, ağsaqqal bilməyənlər, nəsiyyət qanmayanlar, elm tələbələri olmayan bu yekəbaşlar var, elə kölürlər ki hər şeyi, təsəvvür olunacaq dedi kölürlər. Allah Nəbisi sallallahu aleyhi ve sellemin elementar ən məşhur hədisindən bunların xəbəri yoxdur. Buyurur aleyhissalatu vesselam, Əl-bərakətu ma'a kubaraikum, əv kəmə qala aleyhissalatu vesselam. Həqiqətən böyüklərinizdə bərəkət var. Yəni, böyük nəsiyyətinə qulaq asmaq, ağsaqqal sözünə qulaq asmaq, elm əhlinə qulaq asmaqda bərəkət var, buyurur aleyhissalatu vesselam. Görün, onlar necə aləmi, onlar elə körləyəcəklər ki, Allah qorusun da, elə körləyəcəklər. Sonra artıq bütün hər şey bizim əleyhimizə olacaq. Hər cəhətdən. Halbuki biz xavariclərdən deyilik. İndi gəl bundan sonra yenə başa sal. Fikir verin, səfehlərin, doğrudan da olan səfehlərdir. Necə Rasulullah salsam, onları səfeh adlandırıb. Hədisdə bizdə Sufahəul əhləm deyir onlara. Səfehdirlər onlar. Doğrudan da səfehdirlər, Allah-u Akbar. İndi bu səfehlərin hərəkətləri, bu Rafizi gədəsi, Mir Cəfər, Qabbahahullaha uyğunlaşır. İndi onun dedikləri həyata keçir və onlar bəraətə çıxırlar, onlar təmizə çıxırlar və dövlət tərəfində, hökumət qarşısında onlar təmiz olmuş olurlar. Məsələ doğrudan da işitləşmiş olur yavaş-yavaş. Məsələ hücum, baskı, təkvir və xəbaric söhbəti olmuş olur. Qardaş burada sələfi dinizlaşdı getdi. Bu da təkvirçilər müdafiə edəndə onlar oldular o pişir. Sələflər, xavariclər, təkvirçilər eyni o şey oldu. Heç bir fərq olmadı aralarında. Bunlar da gəliblər, xalqı qorxu içində saxlayıblar. Təkbirlər gətirib cəmaata deyiblər ki, ey müşriklər, aracı belə söhbətlər. Yəni, fikir verin, yəni bu düşünülməmiş, böyük məsləhəti olmayan, bu səfəh qədələrini elədiyi hərəkətlər əmişə böyük fəsadlar verib tarix boyu. İndi baxın, Mir Cəfərin çıxışına, neçə gün bundan qabaq elədiyi çıxışdır. Bu səfəhlərin düşünülməmiş hərəkətinə indi baxın. Mir Cəfər burada indi öz cəmatı ilə bəraətə çıxmış olur avtomatik. Bax, düşünülməmiş hərəkət bir olur, qardaşlar.